Ata, məktəbdəki mollalar deyir ki, içki içmək günahdır. Bütün içki içənlər axirətdə cəhənnəmə gedəcək. Oğlum, atanın günah haqqında düşüncələrini öyrənmək istəyirsən? Hə ata, istəyirəm. Onda qulaq as, çünki məktəbdəki o saqqallı axmaqlar sənə bu barədə heç nə öyrədə bilməyəcəklər. Ata, mollalar deyirsən? Hə, çünki onların təsbih çəkib dua oxumaqdan başqa işləri yoxdur. Heç oxuduğu kitabların da hansı dildə olduğunu bilmirlər. Həyatda yalnız bir günah var. O da oğurluq. Nə? Yalnız bir günah? O da oğurluq? Hə, oğurluq. Çünki digər günahlar da oğurluğun törəməsidir. Bir insan öldürəndə həyatını oğurlamış olursan. Arvadının əlindən həyat yoldaşını, uşaqların əlindən isə atasını oğurlursan. Yalan dediyin zaman qarşındakı insanın doğrunu öyrənmək şansını əlindən almış olursan. Kiməsə yalandan səni sevirəm deyəndə həqiqətən sevirəm kəlmələrinə olan inamını oğurlamış olursan. İndi məni başa düşdün oğlum? Həyatda ən dəhşətli günah məhz oğurluqdur. Uçurtma avcısı.